Hal-hazırda bizim bazarlarımızdır, marketlərimizdir. Hər birisini fərqli. Yəni təbii ki, yerli ətlərimiz də var, amma xaricdən, daha uzaqdan gələn ətlər son vaxtlar marketlərimizdə, rəflərində görünür, bazarlarımızda görünür, asılıb, üstündə də yazılıb Monqol əti, çəkisi 1 kiloqramı 12 manat. Təbii ki, insanlar alır. Bir var 20 manata, 25 manata gedib 1 kiloqramı qoyun əti, nə bilim, inək əti alasan, bir də var 12 manata. Təbii ki, onunla bu ətin arasında böyük fərq var. İnsanlarda bir narahatçılıq yaranır, bir sual yaranır ki, bunu alırıq. Kimsə təminat verirmi ki, bu ətlərin tərkibində zərərli heç bir şey yoxdur, dadı, tamı, qoxusu, digər suallar yaranır da. Yəni bununla bağlı bizim suallarımıza kimsə cavab verə bilər ki, biz gedək birdən-birə 2 kiloqram, 3 kiloqram, 5 kiloqram məhz Monqol ətindən, hansı ki çəkisi 1 kiloqramı 12 manatda ala bilərikmi? Təbii ki, bəzi mütəxəssislər, ekspertlər bəzi cavablar verib və açıqlamalar verib ki, niyə görə Monqol əti ucuzdur. Çünki baxmayaraq Azərbaycan da təsərrüfat ölkəsidir. Təsərrüfatla məşğul olub, həmişə çoxlu malı, qarası olub. Biz dünyaya ət satmışıq, vaxtlar olub, amma indi bunları edə bilmirik, yoxdur. Ona görə ki, deyir ki, orada əgər 3 milyon insan varsa, 30 milyon qoyun var. Bunu açıqlamanı da verdilər. Orada deyir, belə torpaqlar, otlaqlar, örüşlər o qədər çoxdur ki, kənar qidalardan bu qoyunlar qidalanmır, ancaq torpaqdan. Ona görə də deyir, kim ki təsərrüfatla məşğul olur, onlara ucuz başa gəlir. Yəni qorxulu heç bir şey yoxdur, amma digər ekspertimiz dedi ki, bizim ətlə o ətlərin arasında fərq odur ki, bizimkilərin qoxusu spesifik bir gözəl qoxusu var, dadı var, tamı var. Amma indi yəqin ki, o ekspertimiz kabab pişirib, xoşuna gəlməyib, deyir, onların Monqol qoyunundan pişirilən kababla bizim qoyundan pişirilən kabab arasında çox böyük fərq var. Yəni qorxulu heç bir şey yoxdur. Ala bilərsiniz, istifadə edə bilərsiniz, dolma pişirə bilərsiniz, küftə, kabab və digər nələrsə pişirə bilərsiniz.